Allah haradadır? Quran, məkan-zaman anlayışı və müasir fizika. Giriş. Allah haradadır sualı bəşər tarixində ən çox verilən, eyni zamanda ən çox mübahisə doğuran mövzulardan biridir. Bu sual daha çox inanmayanlar tərəfindən ortaya atılır və möminlərdən cavab tələb olunur. Çox vaxt verilən cavab belə olur: Allah hər yerdədir. Çünki o bizə şax damarımızdan da yaxındır. Qaf 16. Lakin bu cavab bəzən yeni sual doğurur. Əgər Allah hər yerdədirsə, onda murdar yerdədəmi? Burada problem insanın məkan və zaman prizmasından dünyanı qavramasıdır. Halbuki Allah məkan və zamana sığmayan, onları yaradaraq idarə edən varlıqdır. Buna görə də insanın Allahı məkan içində təsəvvür etməsi təbii olaraq məhdud bir yanaşmadır. Bu yazıda məsələ həm Quran ayələri, həm də müasir elmin, xüsusilə müasir fizikanın və simlər nəzəriyyəsinin təhlili əsasında araşdırılacaqdır. 1. Zaman və məkan anlayışının ilahi düzəndə yeri. İnsan üçün zaman və məkan həyatın ayrılmaz parçasıdır. Lakin Quran göstərir ki, Allah üçün bu anlayışlar yoxdur və ya fərqli işləyir. Rəbbinin dərgahında bir gün sizin hesabladığınız 1000 il kimidir. Həc 47. Bu ayələr göstərir ki, Allah üçün zaman nisbidir. Hətta bizim üçün keçilməz görünən sonsuzluq onun üçün yaradılmış bir ölçüdür. Deməli, Allahın məkanı da bizim anladığımız fiziki məkan deyil. 2. Allah hər yerdədir ifadəsinin mahiyyəti. Quranda Allahın insana yaxınlığı xüsusi vurğulanır. Biz insana şax damarından da yaxınıq. Qaf 16. Şərq də, qərb də Allaha məxsusdur. Hara üz tutsanız, Allahın üzü oradadır. Bəqərə 115. Bu ayələr göstərir ki, Allahın varlığı maddi mənada bir məkana sığışmaqla izah olunmur. Onun hər yerdə olması ifadəsi qüdrət, elm və idrak baxımından hər şeyə nüfuz etməsi mənasındadır. Deməli, Allah nəcis və ya təmiz məkan anlayışından uca və müstəqildir. Bizim məkana aid etdiyimiz məhdudiyyətlər ona aid deyil. 3. Quran və çoxqatlı kainat anlayışı. Quran kainatın çoxqatlı və çox ölçülü quruluşunu təsvir edir. O, 7 göyü bir-birinə uyğun olaraq yaratdı. Mülk 3. 7 göy, yer və onların içində olanlar onu təsbih edirlər. İsra 44. Burada 7 göy anlayışı sadəcə atmosferin 7 qatına aid deyil, müxtəlif dünyaların, müxtəlif qatların və çox ölçülü aləmlərin varlığına işarədir. Bu qatların hər birində müxtəlif varlıqlar və fərqli qanuna uyğunluqlar ola bilər. Cinlərin mövcudluğu da bunu təsdiq edir. Biz insanı quru palçıqdan, cinləri isə daha əvvəl tüstüsüz otdan yaratdıq. Hicr 26-27. Cinlərin bizə çox yaxın, lakin görünməz olması onların başqa bir qatda yaşamasının göstəricisidir. Bu isə müasir elmin paralel dünyalar nəzəriyyəsinə çox bənzəyir.